3 böyük Azərbaycanlı adı çəkin. Tutalım sizin onlara təşəkkür etmək imkanınız var. Onlar kim olardı? Mən bir-birinin ikisini, üçünü deyənlərəm. Onda o biriləri bəlkə də deyərlər ki, onu niyə deməyim. Hüseyin Cavidi necə deməyim? Səməd Vurğunu necə deməyim? Məmməd Arazı necə deməyim? Məsələn deməyim, şairlərdən. Sabiri necə deməyim? Yox, hər insanın özünün xüsusi simpatiyası var. Məsələn ki, mən Vaqif Mustafazadəni çox sevirəm. Niyəsə birinci onun adı ağlıma gəlir. Və yaxud Məhəmməd Əmin Rəsulzadənin adı ağlıma gəlir. Sizə görə bu kimlərdir? Mən isə Azərbaycanın dövlətini yaradan, Gəncədə ilk dəfə olaraq bayrağı ucaldan Nəsib bəy Yusuf bəylini hesab edirəm. Heç də Məhəmməd Əmindən az deyil. Bizə həyatınızda oxuduğunuz ən vacib 5 kitabı sadalaya bilərsiniz. Bəli. Ən birinci Ovod. Eduard Voynich. Oxumuşam. Oxuyubsan mı? Bəli. Keçən il oxuduğum Makakinin Norveçki Les. Mən əminəm ki, ona Nobel mükafatı. Murakami. Norveç meşəsi. Aha. Keçən il oxumuşsun onu. Keçən il oxumuşam. Aydındır. Rusca oxumuşam özdə. Oxuduğum kitablardan mən sənə deyim, Dreiser'in Jenny Herhard, Kerry bacı, Amerika faciələrini oxumuşam. Dahini oxumuşam, bəli. Yenə deyim. Hemingway'in əsərlərini oxumuşam. Qoca və Dəniz. Bəli. Çox böyük, Balzac oxumuşam, Monreni oxumuşam. Xəsis, çox qəribə əsərdir. Sonra Lev Nikolayev Tolstoy oxumuşam. Hansını, hər şey ya, kişi ona. Hacı Murad. Deyir, baxın, otlar bitib belə. Onlar canlıdırlar və yaşayırlar. Budur, mən bunları tapdaladım. Elə bildim ki, hamısını öldürdüm. Ayağımı qaldırdım, hamısı dik qalxdı. Mən belə kişiləri çox istəyirəm. Tez yıxılan və tez qalxan. Hacı Muradı güllüyünə vururlar. Hacı Murad güllə deyən kimi ölür ha. Ölməmişdən qabaq düşmənini də vurur.